Sabuy, növbəti mərhələyə yüksəlmək şansımız hələlik ki, pozisiya baxımından pis deyil, xalımız da lazım olan qədər var. Qarşıda bir oyunumuz var Liverpool'la. Nələr baş verir? Nə olmalıdır biz? Hazırda 18-ci yerdəyik. Son qələbədən sonra 18-ci yerdəyik. Yəni 24-lükdəyik və bu bizi play-offa çıxarır. Amma son turda Liverpool'la oyun var. Liverpool da hazırda formada olan komandadır. Liverpool düzdür. Çempionatda özünü yenə də göstərə bilmir heç cələ. Sırılıyıb, Burnley-ni axırıncı dəfə heç eləmişdi. Amma Çempionlar Liqasında Inter uddu. Bu dəfə Olimpik Marseille uddu. Səfərdə uddu da səhv etməmişəm. Yəni baxsan formada Salahla münasibətlər düzəlib. Yəni Marseille elə belə yəni rəqib deyildi mən sənə deyim Çempionlar Liqasında. Bir dənə Liverpool'un hazırki durumunu nəzərə alsaq. Liverpool bir məqam var ki, Liverpool özü də hələ o şeyi ilk mərhələdə azad olmaq üçün o 8-likyə düşməyə hələ tam təmin eləməyib. Yox. Onun üçün məncə bir dənə heçsə də kifayət edir. Yəni Qarabağla deyək ki, heçsə, yəni qələbə heç aydın məsələdir. Yəni bunu həmin gün baş verən oyunlar göstərəcək, amma yenə də onun bir şeyi yoxdur. Onlar qala da bilər, qalmır. Onlar ona oynamayacaqlar. Onlar demək istədiyim odur ki, yəni mən onu fikirləşirəm ki, bəlkə ola bilər Qarabağa qarşı, necə İngiltərə kubokunda onlar o üsuldan istifadə edirlər, bəlkə Qarabağa qarşı ikinci heyəti buraxalar. Amma baxıram ki, onu risk eləməzlər. Təmin eləsəydilər, onu fikirləşmək olardı. Chelsea Pafosla oyunda biraz ikinci heyəti buraxmışdı. Liverpoolda bu dəqiqə ətrafında neqativlər çoxdur, o eləməyəcəklər. Yəqin ki, eləməyəcəklər. Mən bu şansları dəyərləndirsəm, hazırda 18-ci yerdədirlər və Qarabağ hazırda 18-ci yerdədir və özündən sonra 9 komanda var ki, o 9 komanda Qarabağ son turda uduzsa, o 9 komanda Qarabağa keçə bilər. Onlar hansı komandalardır? Bunlardan elə bil 6-sı 24-lükdə olan komandadır, 3-ü 24-lükdən kənardadır. Onlar hansılardır? Brügge 7 xalı var. Onlar son turda Olimpiki qəbul edəcək. Kopenhagen 8 xalı var. Barselonaya qonaq olacaq. Napoli 8 xalı var. Chelsea-ni qəbul edəcək. Bunlar 24-lükdən kənarda olanlardır. Çox maraqlıdır ki, bunlardan Napoli Kopenhagenlə qarşılaşmışıq. Olympiakos 8 xalı var. Son turda Ajax-ın qonaq olacaq. Atletik 8 xalı var. Sportingi qəbul edəcək. PSV-nin 8 xalı var. Son turda Bavariyanı qəbul edəcək. Monaco'nun 9 xalı var. Son turda Juventus'u qəbul edəcək. Bayern 9 xalı var. Son turda Villarreal'ı qəbul edəcək. Olimpik Marseille'də son turda Brügge'nin qonaq olacaq. Yəni Olimpik Marseille ilə Brügge zaten bir-birinə oynayacaq. Hansı ki Qarabağ keçmək şansları olanlar. Yəni bunlardan biri çıxır belə deyək. Yəni bizi belə deyək də bu bizə nə lazımdır? 3 komanda. Biz ən pis haldan başlayaq ki, ən pis halda bu hansılar ki bunların rəqibləri var. Villarreal'dır, Juventus'dur, Bavariyadır, Sporting'dir, Ajax'dır, Chelsea'dir, Barcelona'dır. Bu komandalar uduzsalar, deyək belə bir sürpriz olsa, Qarabağda uduzsa biz qıraqda qala bilirik. Amma ən pis halda. Onlar da uduzmalıdır. Qarabağda. Onlar da real görsənmir. Kopenhagen Barcelona. Barcelona Kopenhagen'i məğlub etməlidir. Barcelona'nın yerində. Juventus səfərdə mi oynayır? Juventus dedin ki Monaco son turda Juventus'u qəbul edəcək. Juventus səfərdə oynayır. Juventus səfərdə oynayır. Onu bilmək olur. Monaco'da Real Madrid daşın üstünə daş qoydu ki, indi onlar. Amma Juventus da o deyil də. Juventus o deyil də. Onların yəni uduzmaq şansı var da. Bayer Villarreal'ı udacaq. Bayer Leverkusen. Bayer Leverkusen Villarreal'ı məncə uddu. Son turda uduzdular. Mən heç gözləmirdim Olympiakos uduzdu. Heç gözlənilməz idi. O sensasiyadır. Atletik Sporting qəbul edəcək. Sporting PSG-ni uddu, amma burada da heç cəza qeydə alına bilər. Olympiakos Ajax-la oynayacaq. Burada da tam dəqiq bilmirəm. Napoli, Chelsea. Yəni elə məsələlər var ki, yəni Qarabağın real şansları daha çox real görsənir indiki durumda. Bəlkə də biz buna daha çox yaxınlaşacağıq həmin turda, növbəti turda. Bir xal. İndi biraz real görsənməyə bilər, amma bir xal Liverpooldan alınacaq bir xal mənə elə gəlir ki, bizi təmin edir. Yəni biz artıq 11 xalla onu göstərir də hələlik. 11 xalla bəlkə hətta biz Qalatasarayı da belə deyək, keçər orada yuxarılara da qalxa bilirik, amma o vacib deyil də o qədər də 24-lükdə qalırıq. Yəni o qalxdın, düşdün, o qədər də 24-cü ol amma play-offa get, o vacib deyil. Amma bir xalla biz çıxa bilirik, amma məğlubiyyətlə də belə çıxa bilirik. O da yenisi dediyimiz kimi də bu gedişatdan asılı olacaq ki, mənə elə gəlir ki, biz demək olar ki 99% play-offu təmin eləmişik.